Niyə biz İmam Zamanın zuhuru üçün yorulmadan işləyə bilmirik? Yorulmadan fəaliyyət göstərə bilmirik? Niyə süstük, ruhiyyəsizik, cansızıq, elə bir ki, ruhumuzu çəkib götürüblər? Bir dənə dini işə can atmırıq, bir dənə dini fəaliyyətə can atmırıq. Nə qədər şəxsi şey üçün yaşamaq olar? Qazan xəşdə, qazan xəşdə. Bu ay biraz çox qazan, bu ay biraz get filan istirahətlərə, maşınını dəyiş, onu belə elə. Nə qədər bunu yaşayacaq? Həyatımız bundan ibarət ki, qazan xəşdə və s. Başqa bir işin zadın yoxdur. Başqa bir fəaliyyətin zadın yoxdur. İmam qeybə çəkilib ki, sən elə qazanıb xəşləyəsən. Biz elə bir dənə fərəz duamıza möhtacdır İmam bizim. Bizim yaşayışımızın harasındadır İmam Zaman?